Nənəmin bağını gözəlləşdiririk part 3. Bu dəfə uzun müddətdir yığdığım yumurta kartonlarını nəhayət dəyərləndirməyə qərar verdim. Bir müddətdir ağlımda olan ideyanı həyata keçirməyin vaxtı gəldi. Ləvazimatları bir-birinə qatıb dibçək düzəldəcəyəm. Əgər siz də belə bağ layihələrini, təkrar emal ideyalarını və əl işlərini sevirsinizsə, məni izləməyi unutmayın. Qarşıda həm bu bağı, həm də evi gözəlləşdirəcək bir-birindən maraqlı ideyalar paylaşacağım. Sonra keçdim bağın arxa tərəfinə. Əslində ora şam qozası yığmağa getmişdim. Amma şam ağaclarından tökülən bütün zirzibillər yerə yığılmışdı. Həm görüntüsü səliqəsiz idi, həm də belə yerlərdə ilan-çılan gizlənə bilər deyə əvvəlcə hər tərəfi yaxşıca təmizlədim. Şam qozaları quruyandan sonra onları rəngləməyə başladıq. Qızım bu hissədən o qədər zövq aldı ki, rəngləməyi heç dayandırmaq istəmirdi. Onların sevincini görmək bütün yorğunluğumu unutdurur. Nəticəni görmək üçün part 4-ü gözləyin. Hələlik.